ki, oyunu necə qurmaq lazım. Həm də eyni zamanda vəziyyətə uyğun olaraq piyadanı qurban verir. Vəziyyətə uyğun. Siz ne bildiğiniz diyelim ki biri çıkarır kubada çıkmış. Ona çok az aşağı ama birisi kazanmalı. Geçtiniz ben nasıl şehirde o birinci kazanacağım. Bir plusdan geçelim. D4 sən həmişə belə qapaq. D4 ATF6, C4, J6. Ne için değiştiriyor? J6 oynayırlar. Bax diqqətlə at C. Ejderha variantı. C7 yox. Bu yeni Hint müdafiəsi. Yox, köhnə Hint müdafiəsi. Y4 D6. Görsən, ağlar burada ağlar piyadalar görsən mərkəzləşdirir. Fikirləşsən, qaralar da mən həmişə oynayıram da səndən bunu. D6 oynayır. ATF3 müdafiə xarakteri oynayır da qaralar. ATF3 qurmaq. Fil Y2 diqqətlə bax, gör nə tər oyunu qururlar. Fil Y2 Y5 mərkəzə zərbə indirir qaralar. Yəni vurur, dəyişsə, çünki vura bilmir də at Y5-ə. At Y5-ə dəyişsə, vurur, at Y5-ə qat Y5 vurur. Ben değişmedi değil. Değiştim ki ben biri görə bilərəm məsəl en yaxşı keçdi. Vurursa mən xətt açıram. O xətti də ələ keçirə bilmir. Hədə məsəl üçün deyirəm də, ağlar o fil J5 də yapışdı da. Həm asımızı alsa, həm də... Dalınca da yəqin fil J5-i aşağıda da qoymayacaq o. Məcbur edəcək o dəyişsin, ya vursun bunlar. Bunu vurmaq. Yəni sən məqsədin nədir göstərir? Məqsədim odur ki, vuranda ola bilər. At Y5-ə vura bilmir də. At Y5-ə sən də verirsən. Görsən, bu at Y4-ü vurur. Görsən, burada belə taktikalar keçir. Görsən, gördün mü? Bəs yaxşı anlayır. Belə də ziddir sizə. Bəs yaxşı anlayır. Bunu vura bilir. Sən də top vurursan, onu vurur, bu da bunu vurur da belə. Filmə vura bilir. O filmlə niyə vurur? Filmlə doğru vurur da. Filmə vuruşar. O bunu vurandan sonra buna hücum edir. Kimin də deyir? Baxın, 3, 4, 5, qaralar. Gördün? Düz deysən, ora vurur. Özün tapdın, nə yapın? Niyə özün